Bugün özünü sevməklə bağlı daha çox şey öyrənəcəksən. Bədənin, zehnin və ruhunun necə bir möcüzə olduğunu dərk eləyəcəksən. Tezliklə özündə olan bu möcüzəni qiymətləndirməyə də başlayacaqsan. Bugün səhər yuxudan duranda özünü necə hiss elədin? Güzgüyə baxıb özünə gülümsədin. Dedinmi? Mən səni sevirəm əzizim. Həqiqətən səni sevirəm. Əgər dedinsə çox gözəl. Çünki artıq bu sözlərə inanmağa başlayırsan. İnan, cəmi bir neçə gün güzgü ilə işləməklə həyatında elə bir dəyişikliklər yarada bilərsən ki, bugün güzgüyə baxanda biraz daha çox gülümsə. Özünü yaxşı hiss eləməyə çalış. Gözəl üzünü gör və de, mən doğrudan da gözələm. Mən dəyərliyəm. Bəlkə də artıq özünə əvvəlkindən daha çox mehriban davranmağa başlamısan. Sən getdikcə o güzgüdəki insanı, yəni özünü daha çox sevməyə və olduğun kimi özünü qəbul eləməyə başlamısan. Bil ki, sevgi hər şeyin şəfasıdır. Özünə sevgi verdikcə həyatına möcüzələr gəlir. Həyatında nə problem olursa olsun, onu həll eləməyin ən güclü yolu özünü sevməyə başlamaqdır. Özünü sevmək öz bədəninə, düşüncələrinə, hisslərinə, ruhuna hörmətlə yanaşmaq deməkdir. Bu, mən varam, bu halımla dəyərliyəm deməkdir. Özünü sevəndə qəlbin sevincdən dolub daşır. Sən öz varlığına görə sevinməyə başlayırsan. Amma özünü həqiqətən də sevmək istəyirsənsə, əvvəlcə özünü olduğun kimi qəbul eləməyi öyrənməlisən. Əgər daim özünü danlayırsansa, özünü bəyənmirsənsə, hər şey tənqid eləyirsənsə, bu sevgi deyil. İndi düşün. Özünü çirkin sayırsan, evində, həyatında qarışıqlıq var, sənin yanına gələn insanlar səni sevmir, dəyərli görmür, bədəninə pis yeməklərlə, pis fikirlərlə zərər verirsən, əgər bu belədirsə, demək hələ də özünü sevmirsən. Təsəvvür elə ki, bir qadın var və o kontakt linzalar taxırdı. Güzgü ilə işləməyə başlayandan bir neçə gün sonra uşaqlıqda o içində qalan köhnə qorxunu buraxır. Sonra dedi ki, artıq linzalar ona çox narahatlıq verir və linzaları taxa bilmir. Linzaları çıxartdı və gördü ki, gözləri demək olar ki, normal görür. Amma o gün boyu öz-özünə bilirsiniz nə deyirdi? İnanmıram, bu ola bilməz, inanmıram. Bu onun şuuraltı təsdiqi idi. Yəni, o özünə inanmağa icazə vermirdi. Ertəsi gün isə yenidən linzalarını taxmağa başladı. Çünki inana bilmirdi ki, gözü doğrudan da sağalıb. Kainat ona nə verdi? İnamsızlıq. Çünki o bunu düşünürdü. O bizə bir şey göstərir. Düşüncələrimiz çox güclüdür. Sən necə düşünürsənsə, həyatın da o cürdür. Bir anlıq xatırla, sən uşaq olanda necə saf idin, gözəl idin, sevinç dolu idin. O sevgini itirmisən? Yox, o içindədir. Sadəcə yenidən xatırlamalısan. Mələk kimi körpə olduğun o dövrü xatırla. Körpələr heç nə eləmədən də gözəl olurlar. Onlar elə doğulandan gözəldilər. Və elə davranırlar ki, sanki bunu bilirlər. Sanki içdən anlayırlar ki, onlar bu kainatın mərkəzidirlər. Körpə nə istəyirsə qorxmadan istəyir. Hisslərini gizlətmir, olduğu kimi özünü ifadə eləyir. Uşaq əsəbləşəndə bütün qonşular bunu eşidir. Sevinəndə də elə gülür ki, otaq işıqla dolur. Çünki o sevgi ilə doludur. Əgər bir körpə sevgi görmürsə və onu hiss eləmirsə, o yaşaya bilməz. Amma böyüdükcə biz sanki sevgisiz yaşamağı öyrəşirik. Uşaqlar buna qarşı çıxır, onlar təbiidir. Bir körpə bədəninin hər hissəsini sevir. Sən də bir vaxtlar eləydin. Biz hamımız elə doğulmuşuq. Amma zaman keçdikcə böyükləri dinləməyə başlayırıq. Qorxmağı öyrənmiş böyükləri dinləməyə başlayırıq və biz də öz gözəlliyimizi unuduruq. Sən buradasan ki, özünü və başqalarını sevə biləsən. Çünki bu sevgi həm özünü şəfa ilə dolduracaq, həm də dünyanı yaxşılaşdıracaq. Bugün bir qərar ver. Özünü tənqid eləmə. Daxildəki neqativ səsləri sustur. Köhnə düşüncə tərzini burax. O səsi burax ki, sənə deyir ki, sən dəyişə bilməzsən, sən yaxşı deyilsən. Başqalarının sənin haqqında fikirlərini burax, sual ver. Mən kifayət qədər yaxşıyam. Özünə cavab ver, bəli, mən yaxşıyam. Mən sevgiyə layiqəm. İndi keçək 5-ci günün tapşırığına. Hər hansısa bir güzgünün qarşısına keç, öz gözlərinin içinə bax və yavaş-yavaş bu sözləri de. Mən özümü sevirəm, özümə dəstək oluram. Bunu təkrarla. Ürəyindən de. Mən özümü sevirəm və dəstək oluram. Bu cümləni gündə ən azı 100 dəfə təkrarla. Bəli, düz eşitdin, 100 dəfə. Bu sözlər sənin vərdişin olsun. Güzgünün yanından keçəndə, bir pəncərədə öz əksini görəndə, harda olursan ol,
Bu cümləni özünə de. Kim özünə müntəzəm və səbirli şəkildə mən özümü sevirəm, dəstəkləyirəm deyibsə, nəticələr möcüzəvi olub. Amma bil ki, dəyişiklik təkcə məlumat öyrənməklə olmur, ancaq praktika ilə olur. Əgər sən bunu bilib eləməsən, sənin nəticən olmayacaq. Əgər içində belə bir fikirlər gəlirsə ki, mən necə özümü sevə bilərəm, axı mən kökəm, bu düzgün deyil, bu mənlik deyil, mən o qədər də yaxşı biri deyiləm. Bu cür fikirlər gələndə onlarla dalaşma, onları mühakimə eləmə. Sadəcə gəlib keçmələrinə icazə ver. Sən isə diqqətini nə istədiyinə yönəlt. Mən özümü sevirəm və dəstəkləyirəm. Biz bunu eləyəndə artıq özümüzü tənqid eləmədən yaşamağa başlayırıq. Çünki güc bizim içimizdədir. 5-ci günün yazılı tapşırığı. Özünü sevmədiyini göstərən halları yaz. Bədənini tənqid eləyirsən, özünlə kobud danışırsan, daim özünü günahlandırırsan, başqalarının sənin haqqında dediyi negativ sözləri xatırla və onları da yaz. Məsələn, anam deyir ki, kökəm. Bu fikri dəyiş. Mən bu halımla gözələm. Hər negativ fikrə uyğun müsbət cümlə yaz. Özünü sevməyinin səbəblərini yaz. Niyə sən sevilməlisən? Özündə nəyi sevirsən? Səni nə gözəl eləyir? Hansı insanlar səninlə vaxt keçirməyi sevir? İnsanlar səninlə vaxt keçirməyi niyə sevir? Bu haqda da bir siyahı yaz. Nə üçün sən gözəl bir insansan? Bunu yaz. Yazdıqlarını hər gün görə biləcəyin bir yerə yapışdır. Məsələn, güzgünün üstünə, telefonuna, kompüterına. 2-ci günün əsas cümləsi. Mən özüm olmağı sevirəm. Bir təsəvvür elə, əgər sən öz həyatını rahat yaşaya bilsəydin və heç kim səni tənqid eləməsəydi, çox gözəl olmazdı. Özünü tam rahat və azad hiss eləsəydin, necə olardı? Səhər oyananda bilsəydin ki, gözəl bir gün səni gözləyir, çünki səni sevənlər var və heç kim səni incitməyəcək. Onda sən içindəki böyüklüyü, dəyəri hiss eləyərdin. Bilirsən, bu mümkündür, həqiqətən mümkündür. Sənin əlindədir. Öz həyatını bir möcüzəvi təcrübəyə keçirmək sənin əlindədir. Səhər oyananda ilk hiss elədiyin şey bu olsun. Bugün özümlə bir gün daha keçirəcəyim üçün çox xoşbəxtəm. 5-ci günün meditasiyası. Özünə dəyər vermək üçün güclü təsdiqlər, affirmasiyaları, güzgüyə bax, gözün içinə bax və səsli olaraq təkrarla. Mən hər vəziyyətdə kifayət qədər güclüyəm. Özümə yaxşı davranmaq istəyirəm. Mən öz sevgimə layiqəm. Öz ayaqlarım üstündə dururam. Öz gücümü qəbul edirəm və ondan istifadə edirəm. Öz fikrimi ifadə eləmək mənim üçün təhlükəsizdir. Mən elə indi və burada olduğum kimi sevilirəm və qəbul olunuram. Mənim özümə dəyərim yüksəkdir. Çünki mən özümə hörmət edirəm. Hər gün həyatım biraz daha möhtəşəm olur. Hər yeni saatda həyatım mənə nə gətirəcəyini səbirsizliklə gözləyirəm. Nə çoxam, nə də azam, yetərli qədərəm. Və bunu heç kimə sübut eləməyə ehtiyac yoxdur. Həyat mənə hər cür dəstək olur. Şuurum sevgi və müsbət, sağlam fikirlərlə doludur. Bu fikirlər mənim həyat təcrübəmdə də özünü göstərir. Özümə verə biləcəyim ən böyük hədiyyə şərtsiz sevgidir. Mən özümü olduğum kimi sevirəm. Artıq gözləməkdən vazgeçirəm. Gözəl olmaq üçün sonra yox, elə indi özümü sevirəm.